cümleleri ve abzasları bir-birinə bağlayan köməkçilik hissəsinə deyirik ki, nə? Bağlayıcı. Bağlayıcı quruluşca sadə mürəkkəb olur. Yəni, bağlayıcı düzəltmə ola bilmir. Aydın mı? Ümumiyyətlə, heç bir köməkçilik hissəsi düzəltmə olur. Sadə bağlayıcı misal üçün ki, da. Mürəkkəb bağlayıcı misal üçün deyək ki, Ona görə ki, hər gah. həmçinin. Yox, deyək ki, həm də. Təkrar olmanda həm də, həm də. Məsəl üçün deyək ki, ya da və yaxud. Bunlar qrup necə bağlayıcılardır? Mürəkkəb bağlayıcılar. Bağlayıcılar. Sözləri birləşdirəndə sözlər müxtəlif cəhətdən deyək ki, eyni suala cavab verəndə cümlə üzvündə bunlara biz deyirik ki, həmciz cümlə üzvləri. Misal üçün, Tunar və deyək ki, Ramin eyni sinifdə oxuyurlar. Ramin kim? Tunar üzrə kim? Ramin kim? Bax, eyni suala cavab verən hər ikisi cümlədə nədir? Mübtədadır. Eyni suala cavab verən mübtədaları birləşdirən köməkçilik hissəsinə deyilib bağlayıcı. Deməli, bağlayıcı həmcins üzvləri, yəni sözlər dediyimiz zaman bu sözlər cümlədə həmcins üzv sayılır. Aydın mı? Bəzən sizin qarşınıza çıxa bilər. Sözləri həmcins